İsveçrənin Bürgenstock kurortunda ABŞ və İran arasında keçirilən yüksək səviyyəli diplomatik danışıqların birinci raundu başa çatıb. Tərəflərin razılığa gəlib-gəlmədiyi və qəbul olunan qərarların regiona təsirləri hazırda beynəlxalq analitiklərin diqqət mərkəzindədir. İndi isə mövzunun təfərrüatlarını öyrənmək üçün xüsusi müxbirimiz Günay Məmmədova ilə bağlantı yaradırıq. Günay, sizi salamlayırıq. Danışıqların pərdə arxasında nələr baş verdi və masadan çıxan əsas yekun nəticələr nələr oldu? Buyurun, efirdəsiz. Bəli, Birləşmiş Ştatlar və İranın yüksək rütbəli nümayəndələri arasında İsveçrədə keçirilən danışıqların ilk raundu başa çatıb. Bu barədə bazar ertəsinə keçən gecə vasitəçi dövlətlər olan Pakistan və Qətər məlumat verib. Vasitəçi ölkələrin birgə bəyanatında görüşün müsbət və konstruktiv atmosferdə keçdiyi və ruhlandırıcı tərəqqi əldə edildiyi qeyd olunur. Və qeyd edeyim ki, İran müharibəsinin başlamasından təxminən 4 ay sonra bazar günü İsveçrə Alplarında Bürgenstock dağlarındakı lüks oteldə Birləşmiş Ştatlar və İran arasında yekun sülh sazişi üzrə danışıqlar keçirildi. Birləşmiş Ştatlar tərəfini vitse-prezident J.D. Vance, xüsusi nümayəndə Steve Witkoff və Birləşmiş Ştatlar prezidenti Donald Trump'ın kürəkəni Jared Kushner təmsil edib. İranın nüvə danışıqlar heyətində isə İranın Xarici İşlər Naziri Abbas Arakçı ilə yanaşı baş danışıqçı Məhəmməd Baqir Qalibaf da yer alıb. Vasitəçilər Birləşmiş Ştatlar və İran arasındakı danışıqlarda ruhlandırıcı tərəqqi barədə məlumat verirlər və Birləşmiş Ştatlar və İranın yüksək səviyyəli nümayəndə heyətləri yekun saziş üzrə danışıqların əsasını qoyublar. Bundan əlavə tərəflərin Hörmüz boğazı üçün qaynar xətt yaratdıqları bildirilir. Məlumata görə əldə olunan irəliləyişlərə işçi səviyyəsində növbəti məsləhətləşmələrin aparılması barədə də razılıq daxildir. Vasitəçilər bildirirlər ki, məqsəd çərçivə sazişində nəzərdə tutulduğu kimi 60 gün ərzində yekun sazişə nail olmaqdır. Digər məsələlərlə yanaşı İranın nüvə proqramı və Qərbin sanksiyaları üzrə işçi qrupları da yaradılacaq. Həmçinin Hörmüz boğazında anlaşılmazlıqların və ya insidentlərin qarşısını almaq üçün münaqişə tərəfləri arasında birbaşa əlaqə kanalının qurulduğu da bildirilir. Qeyd edeyim ki, Birləşmiş Ştatlar və İran arasında Bürgenstock kurortunda başlayan birbaşa danışıqlar tərəflər arasında kəskin etimad qıtlığı şəraitində geniş miqyaslı eskalasiyanın qarşısını almaq cəhdidir. Tərəflərin 60 gün ərzində yekun razılığa nail olmaq istədiyini nəzərə alaraq Bürgenstock kurortundakı texniki danışıqların bütün həftə boyu davam edəcəyi gözlənilir. Qətər və Pakistanın vasitəçiliyi ilə əldə olunmuş 60 günlük plan regionda sabitliyi təmin etməyə yönəlsə də davam edən gərginlik bu kövrək razılaşmanı təhlükə altına qoyur deyə bilərik. Belə, çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə.